O gece ne görmüşsünüzse buyurun danışın. Reis, o gece kıza heç kim heç eləmirdi. Özü özünü döyürdü. Necə yəni, başa düşmədim. Vallahi reis, mən də görəndə şoka düşdüm. Özünə xəsarət yetirirdi, özünü döyürdü. Elə bir dəri olmuşdu. Hara getsə, necə gedək dincələk də, ha? Gedəyim maşın. Gəl. Bırak kolumu. Bu dakika polise zəng eləyəcəm. Rədd olun buradan. Çıxın gedin yoxsa polisə zəng eləyəcəm. Sana Allah, get Xatabı bala bizdən uzağa, get. Get Xatabı bala bizdən uzağa. Hay sağ ol. Get, Ha belə ağıllı olun. Şərəf. get. Bu adamı tutdurar. Ay tutdurar ya bu adam, şərbiyər ya. Yəni sənin dediyin elə çıxır ki, qız özü bunları qəsdən eləyib, ona hücum eləyən olmayıb. Reis, mən nə gördümsə sizə danışdım. İndi mən gedəndən sonra əgər orada nəsə baş veribsə, kimsə nəsə eləyibsə, vallahi ona mən bir söz deyə bilmərəm. Yaxşı, başa düşdüm. Gedə bilərsiniz. Çox sağ olun. Nurlan əl çək də. Alo. Tamam. Toğrul müəllim sizsiz? Deyəsən tanımadın. Mən nömrəni tanımadım. Ona görə cavab vermədim, üzürlü sayın. Problem deyil. Necəsən? Yaxşıyam, çox sağ olun. Yaxşı olasan. Ləman, səndən bir söz soruşum. Atan evdə? Atam? Atamı neyinirsiniz ki? Bir mövzu ilə bağlı danışacağım. Sizə gəlmək istəyirdim. Yox, indi yoxdur. Yaxşı Ləman, çox sağ ol. Toğrul bəy gəldi, indi bu dəqiqə gəldi. Nə vaxt istəsəz gələ bilərsiniz. Hə, lap yaxşı. Gələcəm birazdan. Aha, oldu. Toğrul
Gəlir Toğrul. Hə, Ləman, Hardasan? evə gəlirəm. Nə olub ki? Tez ol, tez gəl, tez, tez. Toğrul müəllim bizə gəlir. Hə, gəlirəm. Yaxşı. Nərman, Hə, mən çörək almağa gedirəm qızım. Sənə nəsə lazımdır? yox, lazım deyil. Mən dünən şirniyyat bişirmişdim. Hardadır? Qızım, axşam şkafa qoymusan, elə orada qalır. Hə, əla. Toğrul müəllim bizə gəlir indi. Toğrul bizə gəlir. Xeyr ola. O niyə bizə gəlir? Bilmirəm valla, atamla nəsə danışmalıymış ona görə. Yaxşı. Gedim mən çörək alım. Ay bala, aç da bu zəhrim ara. Bir dəfə zəng eləyəndə aç da. Samir, hardasan ay bala? Neyiniysən, harda? Samir, Nuray indi gəldi və ağlaya-ağlaya de görüm nə olub. Bəsdir də sən canım. Bəs deyirdin Nuray elə eləyəcək ki, Eldardan ayrılacaq. Samir, sən fikir çəkməyəsən deyə elə dedim bala, sənin yaxşılığın üçün dedim. Mənə belə yaxşılıq lazım deyil. Nuray ilə mənimki bitdi. Buyurun, xoş olsun. Çox sağ ol. Oo, Toğrul müəllim. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Sağ olun, yaxşı olasınız. Sən Allah. Üzürlü sayın, yoldaşım xəstəxanadan gəlib. Onun yanındaydım. Allah şəfa versin. Çox sağ olun. Problem deyil. Əyləşin. İstəyirsinizsə mən gedim, siz rahat danışın. Yox, qala bilərsən. Deməli, bura Laləyə görə gəlmişəm. Nə fikirləşirsiniz bilmirəm. Amma Lalə boşanma fikrindən hələ daşınmıyor. Sizə bir təklif eləyəcəm. Əgər razı olmasanız, desəz ki, öz işimizi özümüz həll edirik, mən qarışmaram. Sizi başa düşərəm. Yox, siz təklifinizi eləyin. Düzdür, Sadiq başından böyük qələt eləyib. Gərək eləməyəyik. Mənim də istəyim odur ki, qızlarım xoşbəxt olsunlar. Axı, hər şeyə görə ailə dağıtmazlar. Sizi başa düşürəm. Amma siz də yaxşı bilirsiniz ki, Sadiq düzələn deyil. Lalə məndən kömək istəyib. Əgər sizin də razılığınız varsa, nə lazımdırsa mən köməyim. Çox sağ olun, Toğrul müəllim. Zəhmət çəkib qapımıza gəlmişsiniz. Ləman, mən gedim ananın yanına, sən Toğrul müəllimi yola salarsan. Sağ olun. Toğrul bəy, bir daha hər şey üçün çox sağ olun. Yaxşı ki varsınız. Siz çox yaxşı insansınız. Nə lazım olsa həmişə yanındayım. Amma heç çayınızı içmədiniz, şirniyyat yemədiniz. Yaxşı olmadı. İnşallah gələn dəfə. Necə istəyirsiniz. Mən sizi yola salım. Hə.
Olar. Gəlin. Yatıb. Toğrul bəy, üzr istəyirəm, mən bugün sizin yanınıza gəlməməli idim. Lalə, sən yaxşı elədin yanıma gəldin. Mən həmişə sənin yanındayım. Sənə başqa vəkil də tutdum. Hər şey sənin istədiyin kimi olacaq. Hə, atanla da danışdım. Sadiq bir də səni narahat eləməyəcək. Çox sağ olun. Yaxşı ki, yanımdasınız. Sən mənə güvən, hər şey yaxşı olacaq. Baxıram, sən də boş durmamısan. Deyəsən, jaketi toxumağa hazırlaşırsan. Bir şey demək istəyirəm, amma utanıram. Utanma, deyim. Olar jaket üçün ölçünüzü götürüm. Əlbəttə. Burada utanmalı nə var ki? Metrəni hara qoymuşam bilmirəm. İndi necə eləyək? Yaxşısı budur, siz dönün, mən əlimlə götürüm ölçünü. Yaxşı. Təqribi bildim. Çox sağ olun. Yaxşı ki varsın. Mən toxumağa birazdan başlayacağam. Lalə, o vaxt sənə verdiyim hədiyyə niyə qəbul eləmədin? Bacından geri qaytardın. Üzrü say atamdır. Bəli ata. Hə, yaxşı, düşürəm. Hələlik. Hələlik. Nə hədiyyə? Ata. Otur bala, otur. Bir söhbət eləyək. Nəsə olub? Yox, narahat olma. Heç nə olmayıb. Birim, çoxdan sənin oturub bir dərdləşmirik, danışmırıq. Dərdləşmək istəyirsən, dərdləşək.
Mən səndən bir söz soruşmaq istəyirəm. Anan dedi ki, Bahar gedib. Bizdən inciyib belə tez getdi, yoxsa... Yox, ata. Sadəcə getməyə lazım idi. O da getdi. Doğru olur. Mən səninlə bir ata-bala kimi yox, bir qardaş kimi, bir dost kimi danışmaq istəyirəm. Amma sən çalış mənə dürüst cavab verəsən. Buyur, ata. Sən Baharı yenə sevirsən. Ata, Bahar məsələsi keçmişdə qaldı. Yəni, bu mövzu mənim üçün çoxdan bağlanıb. Başa düşürəm, ilk sevgi, ilk məhəbbət, hamı bu yolu keçir. Amma bilirsən, əsl sevgi nə vaxt yaranır? Əsl sevgi o vaxt yaranır ki, sən elə bir insanla rastlaşırsan ki, bütün ömrünü, bütün həyatını ona həsr eləməyə razı olursan. Bax, onda əsl sevgi o vaxt yaranır. Doğru ol. Görürəm ki, sən o sevgini tapan adamı oxşayırsan. Yox, ata, yox. Tapmamışam. Birdən-birə hardan ağlına gəldi ki, belə şeylər? Hərəkətindən, yerişindən, baxışından. Bir də daha vaxta qədər subay gəzəcəksən. Ata, mənim hələ evlənməyə fikrim yoxdur. Evlənəcəyin insana güvənmək lazımdır. Mən də heç kimə güvənə bilmirəm. Yəni, həmin insanı tapmayana qədər subay gəzəcəm. Bilirsən oğlum, böyle bir məsələdir ki, evlənmək məcbur da eləmək olmur. Təki ürəyin istəyənini tapasan. Çox sağ ol, ata. Axşamın xeyir, ana. Günün necə keçdi? Yaxşı keçdi. Yaxşı, mən qalxım yuxarı. Yaxşı. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın, sağ ol. Otur, otur. Aydınla Şahmar oradadır. Aydın rayona gedib Şahmar da elə gəlməyib. Nə oldu, Toğrul'la danışdın? Nə deyir? Heç bir qız falan yoxdur. Sənin oğlun heç evlənmək fikrində də deyil. Bəs nə fikrindədir bu? Onun dərdi dəli eləyəcək məni. Sakit ol. Her şeyin öz vakti var. Sənin əlindən tutduğum ilk günü xatırlayıram. Həmin günü gözlərinin içinə baxıb dedin ki, məni heç vaxt tək qoyma. Mən səni heç vaxt tək qoymadım. Bizi məhv eləyən sən oldun. Hər şeyi gözə alıb səni sevdim. Sevməyin nə olduğunu sənlə öyrəndim. Hərdən fikirləşirəm ki,
Kaş səni bu qədər sevməsəydim. Kaş zamanı geriyə qaytara bilsəydim. Bəlkə onda belə əzab çəkməzdim. Amma sonra fikirləşirəm ki, yaxşı ki, səni sevdim. Yaxşı ki, sevgili olduq. Bu sevgi mənə dərs oldu. Hər mənada mənə dərs oldu. Peşmansan deyə soruşsalar, yox deyərəm. Çünki olması lazım idi. Olduq. Sabahınız xeyir. Sabahın xeyir olsun. Hara gedirsən belə? İstəyirsən bir yerdə gəzişək. Çox istəyərdim gəzim, amma bir tanışım var, xəstəxanadadır. Onun yanına getməliyəm. Allah şəfa versin. Çox sağ ol. Nəsə kömək lazımdır. Yox, çox sağ olun. Amma gələn dəfə mütləq gəzək. Söz verirəm. Bax, söz verdin ha. Gələn dəfə mütləq gəzəcəyik. Narahat olmayın, söz verdimsə mütləq sözümün üstündə dururam. Nə gözəl. Mən gedim. Hələlik. Ay arva, bilirəm də pensiyon almısan. Get pulları gətir. Tez ol. Gözləyirəm. Ay bala, vallahi yoxumdur. Əlimdəki 3-5 manatı da sənə versəm ha, evə bazarlığı necə eləyim? Mənə dəxli yoxdur. Get pulları gətir. Gözləyirəm. Bırax anan qolunu. Nə olub? Heç nə olmur, torun mənim. Yine nə istəyirsən yazıq qadından, ha? Vallahi heç nə istəyirəm. Deyəsən sənə keçən dəfə dediklərim bəs eləmədi axı. Heç nə istəmirəm, torun mənim. Vallahi mən uşaqları gözləyirəm. Mən gedim. Nə olub anam? Yenə nə istəyirdi səndən? Nə olacaq? Yenə də qurşanıb o zibilə. Başımı itirmişəm, bilmirəm neyniyim. Həm də evdə eşiyi dağıdır, deyir ki, mənə pul ver. Mən hardan verim, neyniyim? Qalmışam belə. Deyirəm, birdən narkotika görə gedər, oğurluq eləyər, tutub da açarlar içəri, neyniyərəm mən? Ümidim sənədir balam, yadımda da o vaxtı. Sən o kömək elədin, bir müddət tərgizmişdi. Biraz keçdi, yenə də başladı. Bilmirəm neyniyim, nə olar? Qurban olaram, bəlkə sən o ilə danışasan. O mənə saymır, sözlərimi heç saymır. Yaxşı anam, yaxşı. Deyilən ona müalicəyə getsin. Mənim balama baxa bilmirəm. Uşağım şam kimi əriyib gedir. Qutar bizi bu bəladan, balam. Yaxşı Nazirə xala, yaxşı. Narahat olma. Mən onunla danışaram, müalicəyə də göndərərəm. Çox sağ ol, Allah canını sağ olsun. Allah sənə başımızın üstünə nəsli eləməsin. Nə yaxşı ki, sən varsan. Qurban olaram sənə, balam. Ürəyini sıxma anam. Oğlun düzələcək, hər şey də yaxşı olacaq.
Amin. Allah ağzından eşitsin. Allah səni qorusun bana. Yenə ağrıyırsan? Hani sən Allah keç o dərmanlarımı ver mənə. Mən cəhənnəmi, bu ləman hara getdi? Mən başa aça bilmirəm də bu qızdan. Eşə az deyin ginən. İdmana çıxıb da. Başa düşmədim. İdman onun nəyinə lazımdır axı? Onsuz da az yeri, bir dəri qalıb, bir sümük. Sən Allah bəsdi görək. Bu uşaq bütün gecəni burada yatıb. Bu solmaz axırda bu uşağın axırına çıxacaq, vallahi. Başı batsın solmazın. Nə vecinə? Bunu bax köprüyədən tapmışam. Gümüşdür. Neçəsə tapmışam. Onun nə qiyməti var? 10-15 manat olar valla. Gümüşdür. Dəqiq yerdən tapmışsan? Valla özümünü. Bax bir də əlinə bax, gümüşdür. Valla mən heç nə eləməmişəm. Otur aşağı. Otur. Sən bizə icazə ver. Sən utanmırsan? Hə? Utanmırsan, anabəl qaldırırsan. Yox, yox. Siz sən başa düşürsünüz. Mən heç anamı qaldıraram. Yalan danışma. Bayaq ananla necə danışdığını gördüm. Ha, onu deyirsiniz. Yox, siz sən başa düşürsünüz. Mən onu başa sala bilərəm. Başa sala bilməzsən. Sən məni heç nəyə başa sala bilməzsən. Deyəsən, səndən keçən dəfə danışmağımın heç bir mənası olmayıb. Bax, Ceyhun. Sənə axırıncı dəfə deyirəm. Bir də ananı incitsən, onun pullarını əlimdən alsan, evdə dava salsan, məndən incimə. Gələn dəfə mən belə sakit olmayacam. Mənə bax. İndi gedirsən evə. Anandan aldığın pulların hamısını özünə qaytarırsan. Sonra da hazırlaşırsan, gəlib aparacam səni reabilitasiya mərkəzinə. Belə həyat yaşamaq olmaz. Boşuna əziyyət çəkməyək. Mən onsuz da düzələn zibil deyiləm. Ceyhun. Dedim, qalx, dediklərimi elə. Birdən düzəlməsən, Ona görə də iradəli olmalısan. Nəysə, vaxt itirmə, ged evə. Qulaq as. Ananla da işin olmasın. Şərəfsizə nə deyəsən? Görən bu məktubu kim gətirib Toğrul müəllimə? Gəlirəm, Solmaz xala. Lalə. Necəsən? Yaxşıyam. Sən necəsən? Anam necədir? Yaxşıyıq, hamımız yaxşıyıq. Necə şirin deyə.
Sənin niyə keyfin yoxdur? Nə olub? Toğrul müəllim mənə nə hədiyyə göndərmişdi? Sənin geri qaytardığını deyirəm. Ləman, Nə olub? biraz uşağa baxa bilərsən? Mən gedim yemək yeyim, acmışam. Ha, get sən ye, narahat olma. Sən yeməyəcəksən? Yox, mən acı deyiləm. Get. Yaxşı. Bayaq gələn kim idi? Xalam idi, uşaq soruşubdu. Yaxşı. Layla verdiyiniz hədiyyəni qəbul eləmədi. Yəni məndən istədi ki, sizə bunu geri qaytarım. Əri görsə düzgün çıxmaz. Yəni evli qadına başqa bir kişinin hədiyyə göndərməyi problem yarada bilər. Sən nənəm Ləman. Toğrul müəllim mənə nə göndərmişdi? Düzdür, hədiyyə göndərmişdi. Amma mən düşündüm ki, qəbul eləməzsən. Həm də ki, o vaxtlar yaxşı deyildin. Yəni, ona görə götürmədim. Yoxsa bilsəydim, verərdim. Yəni, Toğrul müəllim o hədiyyəni verəndə mən şoka düşdüm. Açığa həm də düşündüm ki, götürsəm birdən yozarlar, səhv başa düşərlər. Sən əsəbləşdin ki? Yox. Düz eləyib götürməmsən. Amma gərək mənə də deyərdin. Xəbərim olardı da, heç olmasa. Toğrul müəllim deməsə xəbərim olmayacaqdı. Necə yəni? Toğrulun özü dedi sənə? Hə. Mən ona jaket toxuyuram axı. Ölçülərini götürəndə özü dedi. Başa düşmədim, sən niyə Toğrul müəllimə jaket toxuyursan ki? Mən sənə demədim o adamdan uzaq dur, səhv başa düşəcəklər, başqa şey başa düşərlər. Sən niyə ona jaket toxuyursan? Sən niyə öz bildiyini eləyirsən, Layla? Ləman, Toğrul müəllim mənə nə qədər yaxşılıq eləyib, Mən də təşəkkürümü bildirmək üçün jaket toxuyuram da, nə var ki burada? Kim də nə deyirsə qələt eləyir. Nəysə, özün bilərsən. Mən xəbərdarlıq eləyirəm. Nəysə, mən gedim. Nəyəsə ehtiyacın olsa sən gələyərsən. Yaxşı. Sən də özünə yaxşı bax. Anam gilə də salam deyərsin. Yaxşı. Alo, salam. Toğrul müəllim gün ortadan sonra boşdur. Sənin o Ləman'a göndərdiyin məktub var idi. Verdim, getdim. Amma gələ verməzdin. Özüm çıxanda aparıb verərdim. Sən məktubu boş ver. Sənin bir dənə də qəşəng xəbərin var. Ləman qayıdıb evlərinə. Doğrudan? Bu yaxşı xəbərdir. İşte onu versin. Ata, bizim Novxandakı açdığımız ev qurma mağazası var ha. İstəyirəm oradakı işləri biraz da genişləndirim. Şahmarı da oraya müdür qoymaq istəyirsən, hə?
Hə. Əgər işlərimiz yaxşı getsə, təzə filiallar açarıq. Şahmar da narazılıq eləməz. Yaxşı fikirdir. Hoşuma gəldi. Bəli. Toğrul müəllim, saat 1-də vaxtınız var? Gedəcəkdim. Niyə soruşdun ki? Ləman xanım xəttədir, vaxtınız varsa gəlmək istəyirdi. De gəlsin. Doğru olsan o məhsulların siyasını ver, mən də baxım. Buyur. Sən indi gedirsən. Yox ata, mən hələ buradayam. Sən istəyirsən siyahıya bax, sonra danışarıq. Yaxşı, onda mən otaqdayım. Oldu. Bəh, çayın ətrinə baxın. Məxsusi sizin üçün dəmləmişəm. Çox sağ ol. Nuş olsun. Çay dəmləməkdə peşəkarsan da. Necədir? Kəkotu da qatıb. Əla. Nuş olsun. Bir şey soruşum səndən. Toğrula bir məktub gəlməli idi, gəlməyib. Nə məktub? DNT analizinin cavabları. Ha, yox. Gəlsəydi görərdim. Çox nigaranam. Yaxşı olar inşallah. İnşallah. Salam Şahman. Sağ ol. Eşidirəm. Salam Şahman. Hardasan? Mən Novxandakı ev qurda. Hə, yaxşı. Mənim bir işim var səninlə. Gəlirəm ora. Ha, gəl buradayım, gözləyirəm. Nə oldu? Peşman olub qayıtmısan? Bəs o günü hədə qorxu gəlirdi. Ayıs olmaz. Oldu da. Ve ikimiz de əsəbiydik. Elə şeyləri yadından çıxart getsin. Nə deyirəm ki, sən deyən olsun. Mənə bax Rıza. Bu Ləmanın başına ağıl qoy. Heç düzgün hərəkət eləmir. Niyə? O boyda Toğrula elə naz eləyir ki. Ləman neynədiyi yaxşı bilir. Uşaq deyil ki. Yaxşı bilsə sənə demərəm Rıza. Mən də deyirəm ki, neynədiyini bilmir. Hər işi bərbad eləyəcək. Qurduğumuz plan da alt üst olacaq. Deyirəm bəlkə elə Laləni... Solmaz. Qızlarımı bir-birindən düşmən eləmə. Laləni yaddan çıxart. Eşitdin? Nə deyirəm ki? Yaddan çıxar da. Mən də sizə görə əlləşirəm. Mənim nəyimə lazımdır? Yaxşılıq bilmirsiniz. Bir də görəsən qaça-qaça gələtsən üstümə ki, Solmaz kömək elə. Bax, onu da eləməyəcəm. Nəysə, sən boş bekar adamsan. Bu boyda evin ağırlığı mənim çiynimdədir. Mən gedim, dur sən də get. İşinə gücünə. Kökünüzü sizin ha. Nə oldu Ağsaqqal? Lalə nə deyir? Bu saat Lalə qaça-qaça gələcək sənin yanına. Ürəyimi partlatma da söz soruşuram. O qədər zibillerin var ki, yığıb yığışdıra bilmirəm. Ağsaqqal, bax mən də sözümü deyirəm sənə. Bu məsələni həll edə bilməsən, o kupçadan əlvi üz. Sən bu zırrama qoduğun əlində qalmışam, Tüssiz.
Gəl. Ləman xanım gəlmədi. Xeyr, bunu qoyub getdi. Gedə bilərsən. Əgər mənə at çapmağı öyrətsəydiniz, bunu sizə təşəkkür hədiyyəsi olaraq göndərəcəkdim. Amma deyəsən verdiyiniz söz yadınızdan çıxıb. Heyf, mən də o qədər həvəslənmişdim ki. Eybi yox, mən yenə də öz hədiyyəmi göndərdim. Sənə çörək verdi biz. Sənə arxa dayaq oldu biz. Bu da sənin kişidir, hə? Niyə satdın hə mən? Rıza məni məcbur elədi. Sevgilimin atası. Bu qız əməlli başlı oyun oynayır. Amma niyə belə hərəkət edir bilmirəm. İşin də ən pis tərəfi odur ki, Toğrul müəllim ona inanır. Sən o Nuraya ərə verirlər deyə gedirsən, hə? Eldar haqqında elə şey öyrənmişəm ki, Toğrul yıl bunu bilsə, dünyada daha ona qız verməzlər. Deyəsən sənin oyun oynamaq xoşuna gəlir. Başa düşmədim. Sən çox yaxşı başa düşdün.